Hər birinizə salam, əziz izləyicilərimiz, yeni qoşulanlar, hər biriniz xoş gəlmisiniz, gününüz xeyirli, uğurlu keçsin. Yenidən sizinlə bir aradayıq, canlı yayımıza başladıq. Həmişəki kimi ilk olaraq xahiş edeyim ki, zəhmət olmasa yeni qoşulan hər bir izləyicimiz ekranlarımızı bəyənsin, canlı yayımızı paylaşsın, dəstək olsanız çox sevinərəm. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Yeni qoşulanlar, zəhmət olmasa ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Mən də keşid edim sizə fərqli geyim modellərimizdən göstərim. Xanımlar, bugün həmişə canlı açanda dururdum gündəlik geyimlərimizin yanında. Bugün canlı açanda dedim ki, ziyafət geyimlərimizin yanında durun. Belə xanımlar buradan ziyafət geyimlərimizi görsünlər. Nə sualları olarsa ziyafət geyimləri ilə bağlı, baxın belə tutum, rahat görəsiniz. Hansı modeli görmək istəsələr, uzun ziyafət geyimi, qısa ziyafət geyimi, yəni nə sualları olsa desinlər, mən də cavablandırım. Yeni qoşulanlar, hər biriniz xoş gəlmişsiniz. Ekranlarımızı bəyənək zəhmət olmasa, canlı yayımızı paylaşaq, canlı yayımız qalxsın. Gündəlik geyimlər istəyirsinizsə, onda mən sizə elə başlayım. Gündəlik geyimlərimizdən təqdim edim. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Bilirsiniz ki, xanımlar və yaxud da bəy izləyicilərimiz də varsa, mağazamızda biz hər gün canlı açırıq, belə mütəmadi olaraq. Mağazamızda geyim çeşidlərimiz çoxdur. Həm gündəlik olsun, həm ziyafət geyimi olsun, üst geyimimiz olsun. Yəni, mağazamızda çeşid çox. Toy üçün 50 razmer varmı? Bəli, mağazamızda ziyafət geyimləri də var. Ölçü cəhətdən də narahat olmayın. Böyük bədən ölçülərimiz də var. 64-ə kimi, 60-a kimi, hətta bəzən elə geyim olur ki, yəni 70-ə kimi ölçülərimiz olur. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. İzləyicilərimiz həmişə birinci günlük geyimlərdən yəni biz başlayanda görürük ki, canlı yayımız artır, izləyicilərimiz daha çox soruşur. Çünki onlar da başa düşürük ki, çünki yaydır. Hamı rahat, günlük bir geyim axtarır. Ona görə də istəyirəm xanımlar, birinci gündəlik geyimlərimizdən başlayayım. İndi təqdim edəcəyim paltarların hər biri yeni gəlib. Toy üçün 60 manata nəsə varmı? Bəli, var. Qısa model donlarımızdan var. İndi sizə onlar da təqdim edərəm. Xahiş edirəm, axıra qədər izləyək, canlı yayımızı bəyənək, keçid etmək istəyirəm. Günlük geyimlərimizdən sizə bir göstərim. Öncədən də deyim ki, xanımlar, göstərəcəm. Öncədən də deyim ki, nə sualınız olarsa, baxın, burada əlaqə nömrəsi var, ora yazarsınız, qiymətlə bağlı. Deməli, xanımlar, mağazamızda bir-birindən fərqli, qəşəng, yeni geyim modellərimiz gəlib. Hər biri yeni kolleksiyadır, ölçüləri də var, ölçü cəhətdən də narahat olmuyor. İndi sizə həm kətan, həm də ştapel pambıq material olan geyimlərimizdən göstərəcəm. Elə yenicə videosunda paylaşmışam səhifədə. Zəhmət olmasa elə buradan keçid edib bəyənsəz bizim üçün xoş olar. Deməli xanımlar, baxın bu əlimdə gördüyünüz modelimiz. Bu modeli məncə heç canlıda göstərməmişəm. Bugün elə videosunu çəkəndə onun fərqinə vardım. Çünki çeşidimiz çox olur. Bilmirəm ki, hansını göstəreyim, hansını çatdırım. Baxın, elə özünüz də görürsünüz ki, necə böyük bədən bir ölçüdür xanımlar. Canlıda baxanda görünür yəni ki, yəni böyükdür. Rəngi də ki, bu ilin ən dəbdə olan rənglərindəndir. Xaki yaşıl rəngi bu il ən dəbdə olan rənglərdəndir. Bizim də mağazamızda o rəngdə yəni bir çox geyim gəlib. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, canlı yayımız qalxsın. Mən də sizə bir-birindən gözəl geyimlərimizdən təqdim edim. Qiymətlə bağlı zəhmət olmasa, baxın, burada əlaqə nömrəsi var. Ora yazın, mən məlumat verim. İndi izləməmiz artır. Mən yəni qiymət deyən kimi avtomatik spama gedəcəyik. O da istəmərik ki, elə bir hal yaşansın. Deməli, gördüyünüz modelimiz kətan materialdır, yaxa hissəsi, cib hissəsi, belə qəşəng küpür işləmələrlədir. Ölçüləri də var, arxa hissəsi də belə sadə modeldir. Mağazamızın ünvanını qeyd edeyim. Elə məsəl üçün yeni gələn izləyicilərimiz olur, onlar ünvanımızı bilmirlər.
İstəyirəm ilk olaraq ünvanımızı qeyd edeyim ki, məlumatınız olsun. Deməli, xanımlar, mağazamız Əhmədli metrosunun yaxınlığında yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçən kimi birinci svetofordan sağa dönürük. Elə keçən kimi görəcəksiniz, İrşad mağazası var, Azza Şinyat evi var. Ondan üzbəüz yerləşir mağazamız. Mağazamıza yaxınlaşa bilməyən xanımlarımız da, rayonda yaşayan xanımlarımız da heç narahat olmasınlar. Yəni biz rayonlara poçtlarında göndəririk geyimlərimizdən. Nə bilim, Bakı şəhər daxilində kuryer ilə çatdırılma da eləyirik. Endirim cəhətdən də ki, bizim mağazamızda həmişə endirim olunur. Ən yaxşısı keçimində geyimlərimizi, ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Daha sonra digər belə qara rəng, üstü qəşəng belə iplə çiçək işləmələri olan bir don modelimizi göstərirəm sizə xanımlar. Bu modelimiz də kətan materialdır. Ölçüləri var mağazamızda. Yəni kətan yayda ən yaxşı parçadır ki, yəni yayda rahat sərin geyinib çıxasınız. Yay üçün məncə kətan geyim, kətan don modeli ən ideal seçimdir xanımlar. Yəni hər birində əyində oturuşu çox qəşəngdir. Baxın elə göstərim sizə 58 ölçüdür. Yəni böyük bədən xanımlarımız da gəlib rahatlıqla geyinə bilərlər. Yan hissəsindən modelimizin həmçinin geniş qəşəng cibləri də var. Baxın elə göstərirəm sizə. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa canlı yayımız qalxsın. Aha, bu modelində ölçüləri var, həm böyük bədən, həm də kiçik bədən istəyən xanımlarımız üçün. Keçim digər modelimizə. İstəyirəm ki, modellərdən tez-tez keçim ki, sizə çeşidləri göstərə bilim. Nə sualınız da olarsa, baxın, burada əlaqə nömrəsi qoymuşam. Ora yazın, mən sizə cavab verəcəm. Dəst şalvar göstərin. Aha, var. Mağazamızda dəst şalvarlarımız da var. İndi bir-iki dənə gündəlik geyimlərimizdən göstərim ki, digər izləyicilərimiz də görsün. Ondan sonra keçəcəm sizin üçün dəst şalvar modellərimizə. Tək istədiyim odur ki, ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Mən də sizə geyimlərdən istədiyiniz geyimi yəni göstərəcəm. Daha sonra xanımlar, baxın bu geyimimizin də videosunu çəkmişəm. Səhifəmizdə yenicə paylaşdıq. Baxın, bu model də mağazamıza yeni gələn don modellərindəndir. Bilirsiniz ki, bu il, yəni videoda da dedim bu sözü eyni ki, bu il hara baxırsan xalxalı donlar bu il trenddədir. O gün mən canlı yayımda özüm də geymişdim. Elə müştərilərimiz də soruşurdu ki, sənin əyindəki libas da burdandır, yoxsa yox. Yəni bu il bilirsiniz ki, belə geyimlər dəbdədir. Baxın, belə korичневый rəngdə də var. Libasın, onu da sizə göstərəcəm. Aha, buradadır. Tapdım, hara qoymuşam. Baxın, yəni oxşar parçadandır, oxşar modeldir. Fərqli rəngləridir. Həm qara rəngi var, həm də korичневый rəngi var. İstəyirəm bu modelimizi sizə 44 nəfərik ekranları bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa, izləməmiz artsın. Aha. Yaxından sizə göstərmək istəyirəm. Yaxa hissəsi baxın xanımlar, həm güpür, həm də qəşəng belə muncuq işləməli, yan hissələri cibli, qəşəng fərqli bir modelimizdir. Yəni oxşar modelin iki rəngidir. Həm korичневый rəngi var, həm də qara rəngi var. Korичневый rəngi də önü düyməli modeldir. Yəni çox rahat materialı var xanımlar, pambıq materialdır. Yəni yayda da bilirsiniz ki, ştapel pambıq materiallar çox qəşəng sərin saxlayır. O necə deyirlər, yayı hiss eləmirsiniz. Ölçüləri xanım soruşub, ölçü cəhətdən narahat olmayın. Elə mən əlimdə tutduqlarımı yəni göstərəcəm sizə ki, görəsiniz ki, böyük bədən ölçülərimiz var. Baxın, bu 56 ölçüdür. Bu da 58 ölçüdür. Yəni ölçü cəhətdən narahat olmayın. Qiymət soruşmusunuz, qiymətlə bağlı zəhmət olmasa, baxın burada sarı şriftlə əlaqə nömrəsi qoymuşam, o 051-dən olan. O əlaqə nömrəmizə yazın, qiymət olsun, ölçü olsun, çatdırma olsun. Yəni nə istəyirsinizsə, nə sualınız varsa, mən bir-bir cavablandıracağam. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. İndi keçirəm digər geyimlərimizdən sizə bir-bir təqdim edirəm. Daha sonra belə bir fərqli kətan materialda belə bir fərqli libasımız var xanımlar. Arxa hissəsi qəşəng belə sadə. Ön hissəsini sizə istəyirəm indi yaxından göstərim. Baxın, ön hissəsində qəşəng belə bu cür gül detayı var. Həm yaxından, həm araldan göstərirəm. Ön hissəsində baxın belə gül işləməsi var. İndi araldan da göstərəcəm sizə. Baxa biləsiniz. Arxa hissəsi belə sadə, qəşəng, qol hissələrində də belə fərqli bir güpür detayı var. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Yəni xanımlar, bu da kətan materialdır. Çox keyfiyyətli bir modeldir. Əyində oturuşu isə bir sözlə mükəmməldir. Yəni bizim mağazamızda olan bütün geyimlər hər biri keyfiyyətlidir. Yəni hissəsindən də cibləri var xanımlar. Yəni qəşəng geniş cibləri var. Ölçüləri də ki mağazamızda var. Həm böyük bədən, həm də kiçik bədən ölçülər. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Aha, baxın indi
bu modelə oxşar, lakin fərqli rəng. Ondan yəni biraz tünd rəng bir geyimi sizə göstərəcəm. Bu modelimiz də kətan materialdır. Yeni gələn modellərimizdəndir. Ölçüləri də var. Arxa hissəsini istəyirəm sizə göstərim. Baxın necə qəşəng. Arxa hissəsi belə bu cür güpürlü fərqli bir modeldir. Bu da kətandır xanımlar. Elə o modellə oxşar bir modeldir. Sadəcə rəngləri fərqlidir. Yəni səsindən də belə qəşəng güpürlü cibləri var. Ekranlarımızı bəyənək, zəhmət olmasa canlı yayımızı paylaşaq. Bir də daha sonra sizə kətanlardan təqdim etdik. İliştaperlərdən də istəyirəm göstərim. Günlük geyimlərdən də göstərim. Bir də xanım ikili dəst soruşmuşdu. Ondan sonra keçəcəm. Ünvanımız haradır? Ünvanımız deməli Əhməd, qiymətlərlə bağlı zəhmət olmasa bu nömrə yazın. Ünvanı mən də qeyd edirəm. Ünvanımız xanımlar, mağazamız Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçəndə elə görəcəksiniz. Svetofordan sağa dönürsünüz. Azza Şirniyyat evi var, İrşad mağazası var. Onunla üzbəüz yerləşir mağazamız. Qiymətləri deyəndə canlımız izləməsi artmır, spama gedir xanımlar. Ona görə qiymətlə bağlı nə sualınız varsa, baxın burada əlaqə nömrəsi qoymuşam. Hansı geyimi bəyənsəz onun şəklini atın, mən sizə ətraflı məlumat verəcəm. Aha, ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Baxın, əlimdə indi göstərdiyim modelimiz də kətan materialdır. Mağazamıza yeni gələn geyim modellərindəndir. Gördüyünüz kimi eyni modelin mağazamızda iki rəngi var. Həm belə qəşəng korичневый rəngi var, həm də zeytun yaşılı, xaki rəngi yaşıl rəngi var. Yaxından da göstərim. Baxın, ön hissəsi belə qəşəng düyməli, kətan, sərin saxlayan fərqli bir modelimizdir. Endirimdəki xanımlar, yəni qiymət cəhətdən heç narahat olmayın. Siz gəlib desəz ki, mən canlı yayımdan görmüşəm, yəni daimi izləyicinizəm, biz sizə endirim edəcəyik. Zaten yəni biz sizə təqdim edəcəyimiz qiymətlər hər biri endirimli qiymətlərdir. Ekranlarımızı bəyənək, mən də keçim digər geyim modellərimizdən sizə göstərim. Daha sonra bu geyimimizi istəyirəm. Aha, bəli, böyük bədən bir geyimdir. 62-64 ölçü geyinən xanımlarımız varsa, yəni onlar da gəlib alıb rahatlıqla geyinə bilərlər. Düymə ilə bağlanan bir modeldir. Bu da eyni, yəni çox rahat, sərin saxlayan, yumuşaq parçadan bir modeldir. Yəni yayda alıb rahatlıqla geyinə bilərsiniz. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa xanımlar. Yəni qeyd etdiyim kimi əsasən böyük bədən ölçüdür. Qiymətlə bağlı zəhmət olmasa, baxın burada əlaqə nömrəsi qeyd etmişəm, ora yazın. Təəssüf ki, canlı yayımda qiymət deyə bilmirəm. Aha. Hansı malı istəyirsə və şəklini çəkin göndər. Aha, bəli, hansı yerə model istəyirsinizsə, hansı geyimi bəyənirsinizsə, onun şəkil atın, sizə ətraflı məlumat verək. Daha sonra digər belə kətan geyimimizi istəyirəm göstərim sizə xanımlar. Bunun da bel hissəsi kəmərli, bel hissəsi kəmərli, belə qəşəng sərin saxlayan, rahat kətan don modellərimizdəndir. Bu modelimiz o birlərə nisbətən qısa modeldir. Ekranlarımızı bəyənək, zəhmət olmasa. Bir də ki, onu da deyim ki, mağazamızda çatdırma xidmətini yenidən xatırladım. Yəni, bəzən izləyicilərimiz görürsən ki, rayonlardan izləyir bizi və yaxud da mağazamız Əhmədli metrosunda yerləşir deyə buraya yaxınlaşa bilmir. Yəni, siz də heç narahat olmayın, çatdırma xidmətimiz var. Həm rayonlara, həm də Bakı şəhərində çatdırılma edirik. Ekranları bəyənək, mən də keçim. Digər geyim modellərimizdən sizə bir göstərim. Aha. Sonra xanımlar, belə kətan, belə fərqli bir modelimiz var. Belə tutum rahat görəsiniz. Yaxa hissəsi düyməli. Yan hissələri qəşəng cibli. Baxın, belə bir sərin saxlayan gözəl bir modelimizdir xanımlar. Bu modelimiz də böyük ölçüdür. Ölçüləri var mağazamızda. Elə əlimdə göstərdiyim 48 ölçüdür. Yəni, böyük bədən xanımlarımız da gəlib, alıb rahatlıqla geyinə bilərlər. Əlində oturuşda çox qəşəng, yəni düz kəsim bir paltardır. Heç bir kilolarınızı, yəni o artıq çəkili xanımlar, yəni kiloların heç birini bildirmir, düz bir paltardır. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Aha, keçim digər modelimizdən. Sonra belə bir həm gündəlik, nə bilim, evdə, parka düşəndə, gəzməyə düşəndə geyinə biləcəyiniz sadə bir pambıq ştapeli material istəyirəm bir geyimimizi təqdim edeyim sizə xanımlar. Bu da yəni mağazamıza yeni gəlib, çox satılan, soruşulan modellərimizdəndir. Ekranlarımızı bəyənək, zəhmət olmasa. Yaxa hissəsini istəyirəm sizə göstərim. Qəşəng belə bantikli broşu var yaxasında. Bu da yəni çox sərin saxlayan,
əyində qəşəng oturan, nazik. Baxın elə belə görünür ki, paltar, yəni belə buradan görünür ki, necə nazik, qəşəng, sərin bir materialı var. Yeni qoşulan izləyicilərimiz hər biri xoş gəlib. Yeni qoşulan izləyicilərimiz üçün də istəyirəm xatırlatma edim ki, mağazamızda böyük bədən xanımlarımız üçün, həm də kiçik bədən xanımlarımız üçün geyimlərimiz var. Həm gündəlik, həm də ziyafət geyimlərimiz mövcuddur. Hansı geyim görmək istəyirsinizsə, ziyafət olsun, nə bilim, gündəlik olsun, burada şərh bölməsində yazın, mən cavablandırım. Neçəyədir, qiymətlə bağlı dediyim kimi zəhmət olmasa, buradakı əlaqə nömrəmizə yazın, ətraflı məlumat verim. 52 razmer toyluq. Bəli, 52 razmer geyimlərimiz var. Toyluq istəyirsinizsə, indi mən bu geyimləri göstərəndən sonra keçəcəm toyluq geyimlərə. Siz izləmədə qalın, mən onları sizə bir-bir göstərəcəm. Və xanımlar, istəyirəm indi biraz daha günlüklərdən birini göstərəcəm. Baxın, bu da qəşəng fərqli bir modeldir. Yan hissəsi belə yığılır, istədiyiniz kimi açıb bağlaya bilərsiniz. Yəni öz bədən qurulusunuza uyğunlaşdıra bilərsiniz. Ön hissəsi belə qəşəng 3 düyməli. O bizlərə nisbətən biraz qısa modeldir, xanımlar. Ölçüləri də var. Elə əlimdə gördüyünüz 60 ölçüdür. Yəni mağazamızda 60-a, 64-də. Hələ elə geyim olur ki, battal ölçü deyirlər, çox böyük ölçülü, 70-ə kimi ölçüləri olan geyimlərimiz var. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Yeni gələn izləyicilərimizə hər bir xoş gəlin. Daha sonra gəl belə ağ-qara, sadə bir modelimizi istəyirəm göstərib. Ağ-qara geyinməyi sevən xanımlarımız üçün. Bu da qəşəng pambıq materialdır, xanımlar. Yaxından istəyirəm sizə göstəreyim. Yaxın hissəsində bu cür qəşəng gül işləməsi var. Yəni bu hissədən belə qəşəng kip oturacaq. Aşağı hissəsi də yəni boş qalan, əyində oturuşu gözəl olan bir modeldir. Yeni qoşulan izləyicilərimiz hər biri xoş gəlib. Ekranlarımızı bəyənək, zəhmət olmasa canlı yayımızı paylaşaq. Yəni, izləməmiz nə qədər qalxsa, bizim üçün də o qədər xoş olar. Bir də bir şey də deyim ki, videomuzda təzəlik səhifəmizdə daha doğrusu, burada danışdım ki, sözləri qaçışdırdım. Səhifəmizdə təzəlikcə video paylaşmışıq. Buradan, baxın bu adımız yazılan yerdən daxil olub videomuzda bəyənsəz, bizim üçün xoş olar. Hə, dəyişmə. İndi xanım ikili dəstlərdən istəmişdi. Mən istəyirəm bir-bir ikili dəstlərdən sizə göstəreyim. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Mən də sizin üçün yeni gələn ikili dəst modellərimizdən təqdim etmək istəyirəm, xanımlar. Aha, şalvarlı dəst istəmişdi yəqin ki, xanım. İndi göstərəcəm. Yeni qoşulan izləyicilərimiz hər biri xoş gəlib. Baxın, xanımlar, belə gözəl, tam material, yayda sərin saxlayan, qəşəng bir ikili dəstimiz var. Bir dənə bunu aralı qoyum, rahat görə biləsiniz. Aha. Bu təqdim etdiyim modelin mağazamızda 2 rəngi ilə mövcuddur. İndi o rəngi də sizə göstərəcəm. Karesin rəngi də var. Yəni qəşəng şalvarlı dəsti, həm köynəyi, həm şalvarı. Yəni çox münasib qiymətədir, xanımlar. Endirim cəhətdən də, qiymət cəhətdən də dediyim kimi heç narahat olmayın. Mağazamızda hər zaman endirimlərimiz olur. Aşağı hissəsinin yəni fərqliliyini göstərmək istəyirəm sizə. Üstü qəşəng belə zərli sap işləməli olan, çox qəşəng kətan, yəni rahat bir. Əyində oturuşda çox qəşəngdir. Bura Qarayevdən hansı marşrut gəlir? Qarayevdən hansı? 40 nömrə dedilər ki, gəlir. 40 nömrə marşrutla 36-40, 36-40-dan yəni rahatlıqla gələ bilərsiniz. İstəsəz bu nömrəyə yazın, mən sizə ünvanı da atım, rahatlıqla gəlib tapa biləsiniz. Ünvanımızın videosu da var səhifəmizdə. Yəni buradan keçid edib baxa bilərsiniz. Yəni Əhmədli metrosunda mağazamıza necə gəlirlər. Yəni 40 nömrəli, 36 nömrəli marşrutlarda Qarayevdən gəlir bura. Aha, bəli, Əhmədlilərdə 46 gəlir. Dəst neçəyədir? Qiymətlə bağlı zəhmət olmasa xanımlar, əlaqə nömrəsinə yazın. Qiymət deyirəm, təəssüf ki, canlı yayımız düşür. Aha, dediyim kimi bu dəstəyin mağazamızda karışın rəngi də var idi. İndi istəyirəm hər iki rəngini də sizə göstərim. Belə baxa bilərsiniz. Yeni qoşulanlar ekranlarımızı bəyənək, zəhmət olmasa. Aha, baxın, eyni göstərdiyim modelin karışın rəngidir. Bu da yəni, eyni materialdır, eyni modeldir, kətandır bu da. Yəni, hər ikisi əyində oturuşu çox qəşəng. Yəni alın, həm yəni istəyirsinizsə gündəliyə geyinin, nə bilim ad gününə geyinin, hansısa bir qonaqlığa gedirsinizsə. Yəni məncə bunu kablokla falan uyğunlaşdırıb qəşəng dəst kimi hər hansısa bir veçərə, qonaqlığa, ziyafətə də geyinmək olar.
53 nəfərik. Ekranlarımızı bəyənək, canlı yayımımızı paylaşaq ki, izləməmiz daha da artsın. Bizim üçün də xoş olar. Qiymətlə bağlı xanımlar, zəhmət olmasa, burada əlaqə nömrəsi qoymuşam. Qiymətlə bağlı əlaqə nömrəmizə yazın ki, ətraflı məlumat verim. Təəssüf ki, canlı yayımda qiymət deyə bilmirəm. Baxın, indi izləyicilərimizin sayı yaxşıdır. Amma mən nə vaxt ki, qiymət deyirəm, bilmirəm TikTok mu bloklayır ya nədirsə, izləyicilərimiz gedir. Yəni, izləmə düşür aşağı, belə deyim. Aha, deməli, bu iki dəstimizi göstərdim. Ölçü ilə bağlı narahat olmayın, ölçülərimiz də var. Əlavə sualınız olarsa da nömrəyə yazın. Keçin mən digər ikili dəstələrimizdən göstərim. Axot yaza bilmərik, axot var. Eyb yox, ondan nömrəyə yazmayın. Elə yazın, TikTok'dan mesaj yerinizdə yazın. Deyin ki, mən canlıda dəst soruşmuşdum, mənim yadıma düşəcək. Səhifənizi xatırlatdım. Haradır? Deməli, mağazamız Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçən kimi 1-ci svetofordan sağa dönürsünüz. İrşad mağazası ilə Azzaşinyat evi ilə üzbəyüz yerləşir mağazamız. Yəni dediyim kimi, o qiymət axotunuz yoxdursa, ev yoxdur. Yazın burada mesaj yerinə, mən elə cavab da verəcəm. Aha, daha sonra digər fərqli belə bir dəstimiz var. Bu da yəni həm şalvar, həm köynəkli dəsti xanımlar. Böyük bədən ölçüləri də var. Yəni böyük bədən xanımlarımız da rahatlıqla geyinə bilərlər. Yəni qeyd etdiyim kimi belə qəşəng dəstlərdən alıb həm gündəliyə geyinə bilərsiniz, həm ad gününə, yəni kablokla, saç makyajla, aksesuarla necə deyim, o belə uyğunlaşdırıb ziyafətə də geyinə bilərsiniz. Daha sonra digər fərqli istəyirəm, yəni tez-tez göstərim ki, çeşidlərin çoxluğundan xəbərdar olasınız. Daha sonra belə bir dəstimiz var xanımlar. Qara qəşəng sadə şalvarı, üstəndə ona uyğun köynəyidir. Köynəyin baxın, yəni hissələri belə yığılır. Yəni öz bədən quruluşunuza uyğun açıb yığa bilərsiniz. Əlimdəki neçə hansını soruşursunuz? Yəni 2 dənə model təqdim etdim indi. Bu, bir də bu. Qiymətlə bağlı deyə bilmirəm. Yazın bu əlaqə nömrəmizə ya da ki, yəni orada yaza bilmirsinizsə, elə bu TikTok'dan mesaj bölməmizə yazın. Mən sizə ətraflı məlumat verəcəm. Ünvan və neçəyədir? Ünvanımızı onu deyəndə düşəcək. Hə, deməli ünvanımızı deyim. Qiymətlə bağlı zəhmət olmasa yazın əlaqə nömrəmizə. Ünvanımız Əhmədli metrosunda yerləşir xanımlar. Məzahir Rüstəmov 140 küçəsidir. İrşad mağazası ilə Azzaşinyat evi ilə üzbəyüzdür. Yəni istəyirsinizsə yazın, qeyd etdiyim kimi bunu mən həmişə dəfələrlə demişəm. Yəni bu əlaqə nömrəsinə yazın, mən sizə ünvan da göndərirəm. Canlı konum olsun, məkan olsun, atırıq. Aha, keçin növbəti dəstimizə. Daha sonra sizə belə sport bir model istəyirəm göstərim xanımlar. Yəni o birislər kətan idi. Daha biraz yəni ad gününə veçərə geyinə bilərdiniz. Amma bunu da alıb idmana gedəndə, nə bilim evdə olanda, parka düşəndə rahatlıqla geyinə bilərsiniz. Şalvarı belə qəşəng qara sadə şalvarı var. Şalvarının da ayaq hissələri belə qəşəng düyməli. Baxın fərqli bir modeldir. Böyük ölçüdür. Böyük bədən xanımlarımız da heç narahat olmasınlar. Keçin digər modelimizə. Daha sonra bu ilin ən dəbdə olan rənglərindən qəşəng qaşlı, fərqli bir dəstimizi, kətan bir dəstimizi göstərəcəm xanımlar. Baxın, cib hissələri belə qəşəng qaş işləməli, arxa hissəsi sadə, şalvar da yəni özündən dəsti. Belə qəşəng, zərif bir modelimizdir. Bu modelin də əlində oturuşu çox qəşəngdir. Yəni açıq rəngdir deyə yayda da hara getsəz rahatlıqla geyinə bilərsiniz. Ekranlarımızı bəyənək, canlı yayımımızı paylaşaq, zəhmət olmasa. Keçim növbəti dəst modellərimizdən bir göstərim sizin üçün. Aha, daha sonra belə qəşəng qaşlı, kətan şalvarlı modelimiz var xanımlar. Onu da mən sizə göstərim. Baxın, bu qara rəngdir. Şalvarı da qəşəng qaşlıdır, köynəyi də həmçinin. Yəni mən deyərdim ki, bu elə əsl hansısa bir veçərə, ad gününə və sair gəlində geyinmək üçündür. Çünki o birislər nisbətən bu daha qaşlı, daha göstərişli bir şeydir. Yəni bunu da qəşəng kablokla, nə bilim, uyğun çanta ilə uyğunlaşdırıb istədiyiniz ziyafətə, ad gününə olsun. Yəni hara istəsəz geyinib gedə bilərsiniz. Daha sonra digər belə rəngli bir modelimizi göstərmək istəyirəm. Yəni yay üçün rəngli geyimlər ideal seçimdir xanımlar. Yəni yayda rahatlıqla geyinə bilərsiniz. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın. Orada mən nömrə qeyd etmişəm. Baxın burada sarı şriftlə. Yazın əlaqə nömrəmizə, mən sizə məlumat verəcəm. Məncə ikili dəstlərimizdən bu qədər yaxşıdır. Çünki xanımlar, mağazamızda çeşid, tədsiz çoxdur. Yəni biz gündə, yəni dünən də açmışdım. Dünən həm səhər,
həm də axşam saatlarında saat 5-dən 6-ya kimi canlı yayımımız oldu. Yəni hər dəfə çalışıram ki, geyimlərimizdən, hər geyim növündən ən azı bir 6-7 dənə model göstərim ki, yəni anlayışınız olsun ki, mağazamızda hansı cür geyimlər var. İndi də istəyirəm ziyafət geyimlərinə keçim xanımlar. Yəni görəsiz ki, mağazamızda çoxlu çeşiddə bir-birindən gözəl, qəşəng ziyafət geyimlərimiz var. Yəni harda ki, yəni Əhmədli gəlib desəz ki, ən qəşəng ziyafət geyimləri hardadır? Mən əminəm ki, hamı da bizim mağazamızı göstərəcək. Çünki endirimli qiymətdir. Heç yerdə bu qiymətlə Nəsə pauza getdi. İndi düzəltdim. Hə xanımlar, indi belə istəyirəm ümumi belə bir təqdim edeyim sizə. Baxasınız ki, çeşid nə qədər çoxdur. Yəni hər geyimin arxasında da ən azı bir 7-8 dənə geyim modeli var. Mən də hamısını sizə seçib bir-bir fərqli modellərdən göstərəcəm. Sizdən tək istədiyim odur ki, ekranlarımızı bəyənin, canlı yayımımızı paylaşın, izləməmiz düşməsin. Mən də geyim modellərimizdən sizə bir-bir göstəririm. Deməli, indi uzun modellərdən başlayıram. Qısa model də istəsəz, burada qeyd edeyim. Mən sizə qısa geyimlərdən də göstərim. Seçək biraz fərqlilərindən göstərək sizə. Baxın, məsələn, bu yaşıl rəng. İSL bir modeldir. Xanımlar, indi təqdim edəcəyim model. Uzaqdan göstərim, rahatlıqla görəsiniz. Yəni, əyində oturuşu çox qəşəngdir. Əsl toya geyinməyə, toyda fərqlənmək istəyirsinizsə, gözəl görünmək istəyirsinizsə, bizim mağazamızdan gəlib geyimlər əldə edə bilərsiniz. Yaxından da istəyirəm sizə üstünün bir sir işləmələrini göstərim xanımlar. Baxın necə qəşəng səlgəli işlənib, zərif bir modeldir. Yan hissəsində belə qəşəng uzun tüllü də var, qolları da tüllü bir modeldir. Ölçüləri də böyük bədəndir. Yəni baxın 4XL yəni yazılıb. Kilolu xanımlarımız da heç narahat olmasınlar. Gəlib yəni alıb geyinə bilərlər. Arxa hissəsi də həmçinin qəşəng BSL bir modeldir. Keçim tez-tez digər modellərimizdən də göstəreyim. Ekranlarımızı bəyənək zəhmət olmazsa. Daha sonra xanımlar, qara rəng belə fərqli bir modelimizi göstərmək istəyirəm. Yəni rahat düz paltar geyinmək istəyirsinizsə, mağazamızda elə geyimlərimiz də var. Gündə arxa hissəsi belə qəşəng sadə, ön hissəsi qaşlı bir modeldir. Belindən də kəməri var. Baxın, qara tül kəməri var. Bu neçə qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın. Mən elə canlıda baxın belə uzaqdan göstərirəm. Yəni hansı modeli belə bəyənirsinizsə, mən əlimdə olmuşkən çəkin. Hə, 90 deyirəm. Yəni özünüz bilərsiniz yəqin ki. Aha, yəni hansı modeli bəyənirsinizsə, mən belə əlimdə uzaqdan tutmuşam. Onun baxın elə canlıda şəklini çəkin, atın bu nömrəyə, ətraflı məlumat verək xanımlar. Keçin digər bir modelimizə. Ekranlarımızı bəyənək zəhmət olmasa. Daha sonra belə bir modelimiz var xanımlar. Qara rəng geyinməyi, sadə geyinməyi sevən xanımlarımız üçün. Elə deyəsən, indiki xanım elə canlıdan yazdı. Üstdən mənə mesaj gəldi. Hə, canlıdan çəkilib. Aha, yəni bu modelimizdə, indi göstərəcəyim modelimizdə qara geyinməyi sevən xanımlarımız üçündür. Çünki görürsən, bəzən kilolu xanımlarımız gəlib deyir ki, mən qara geyinmək istəyirəm, qara geyimdə özümü daha rahat hiss edirəm, daha incə göstərir. Yəni bizim mağazamızda hər rəngdə, hər cürə model geyimlərimiz var. Yaxından istəyirəm göstərim, baxın, yan hissələri belə qəşəng BSL işləməli. Həmçində baxın belə yanlarına qəşəng qara tülü gedir. Əyində oturuşu çox gözəldir xanımlar. Çox qəşəng material var. Arxa hissəsi də baxın belə sadə bir modeldir. Yəni bunu geyinəndə mən mağazamızda müştərilərimiz geyinəndə görmüşəm. Yəni geyinirlər, heç kiloların falan da bildirmir. Əyində çox qəşəng oturur. Yəni çox gözəl, keyfiyyətli bir modeldir. BSL-lər də heç biri tökülmür. Hamısı əl işləməsidir. Ekranlarımızı bəyənək zəhmət olmasa. Keçək digər bir modelimizə. Daha sonra atlas parçadan, atlas material istəyirəm bir geyimimizi göstərim. Yəni rəngi çox gözəldir. Elə ekrandan da görürsünüz. Yəni yayda, yazda toya gedirsinizsə xanımlar, məncə yəni açıq rənglər yay-yaz üçün ən ideal seçimdir. Atlas parçadır qeyd etdiyim kimi. Yaxından da göstərim. Baxın, bel hissəsində də belə qəşəng qaş işləməsi var. Arxadakı donları göstərin. Hansı don istəyirsiniz? Qeyd eləyin, mən sizə göstərim. Çəkilim belə rahatlıqla görə biləsiniz. Yəni geyim çeşidimiz mağazamızda hədsiz dərəcədə çoxdur. Hansını istəyirsiniz yazın, arxada görürsünüz. Qiymətlə bağlı isə əlaqə nömrəmizə yazın, mən sizə məlumat verəcəm. Aha, bu modelimizi gördünüz, göstərin. Eyni bu modelimizin xanımlar.
Mağazamızda qara rəngi də var. İndi mən onu tapıb onu da sizə göstərəcəm. Görəsiniz ki, iki rəngi ilə mağazamızda mövcuddur. Yeni qoşulan izləyicilərimiz, hər biriniz xoş gəlmisiniz. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmazsa. Aha, baxın, digər fərqli bir modelimiz. Parçası qəşəng, özündən zərli, seçilən. Yəni bunu geyinsəz, toyda hamı soruşacaq ki, paltarı hardan almısınız? Yəni seçilən çox qəşəng, fərqli bir modeldir. Yaxından istəyirəm bel hissəsində sizə göstərim xanımlar. Bel hissəsi qəşəng həm gül, həm də qaş işləməlidir. Arxa hissəsi belə boş bir modeldir. Yəni kilolu xanımlarımız gəlir deyirlər ki, elə olsun ki, yəni qeyd etdiyim kimi. Nə bilim, qarın hissəm olsun da, bel hissəsi olsun. Olur da xanımlarda bəzən artıq şəkildən əziyyət çəkirlər. Yəni heç narahat olmuyor. Baxın bu modeldə heç bir kilonuzu yəni göstərmir. Kiloları örtən, aşağısı düz, incə göstərən bir modeldir. Salam, qara bilserli don neçəyədir? Qara bilserli indi bunu göstərmişəm. Yəni ki, bunu deyirsiniz. Eyb yox, deyəcəm qiymətləri. Bu neçə olar? 90 manat. 90. Eşitdinizmi xanım dediyində qiyməti 90 manatdır. Da deyək. Ölçüsü də var. Yəni böyük bədənsinizsə gəlib geyinə bilərsiniz. Yanları bilserlidir, aşağı hissəsi belə tül yanlarından bu cür qəşəng tül işləməsi də gedir. Çox qəşəng, fərqli, zərif bir modeldir. Daha sonra sadə geyinməyi sevən xanımlarımız üçün çox qəşəng rəngi olan, kiloları bildirim. Yəni baxın, arxa hissəsi boşdur. Yəni mədə hissəsi, bel hissəsindəki kiloları heç birini göstərmir. Bel hissəsini də yaxından göstərim sizə. Siz sağ olun. Bel hissəsini göstərim. Belə qəşəng qaş işləməli. Fərqli bir model. Yəni sadədir, amma sadə olmağına baxmayaraq çox baqatlı, yəni zərif, incə görsənir. Ekranlarımızı bəyənək, canlı yayımımızı paylaşaq, zəhmət olmasa izləməmiz düşməsin. Sadə gündəlik də toyluq. Aha, sadə, uzun model, həm gündəliyə, həm də toyluğa geyinə biləcəyiniz. İstəyirəm geyim modellərindən sizə bir-bir göstərim. Baxın, bu model ağ-qara. Həm sadə, yəni gündəliyə geyinə bilərsiniz, ad günü olsun, toy olsun, yəni hara getsəz geyinə bilərsiniz. Belində də öz parçasından belə qəşəng kəməri var. Beli kəmərli bir modeldir. İstəyirəm yaxından göstərim, üstü necə qəşəng zərifdir, qaş işləməli. Yaxasında da belə qəşəng qaşlı broşu var. Ekranlarımızı bəyənək, zəhmət olmasa, xanımlar, zəhmət olmasa. Aha, daha sonra digər belə qəşəng çiçəkli, əsl yaz abu havasında. Ziyafəti olsun, günlüyə olsun, geyinə biləcəyiniz bir modeli istəyirəm göstərim. Bu da yəni çox yüngül. Məsəl üçün ziyafət geyimləri elə olur ki, bəzən ağır olur. Onu üstümüzdə yəni belə rahatlıqla daşıya bilmirik, rahatlıqla hərəkət edə bilmirik. Amma baxın, bu çox yəni yüngül, rahat bir geyim modelidir. Yəni qeyd etdiyim kimi ziyafət olsun, ad günü olsun, gündəliyi olsun, rahatlıqla gəlib əldə edib geyinə bilərsiniz xanımlar. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Düz model istəyənlər üçün. Aha, daha sonra sizə düz model, sadə geyinmək istəyən xanımlarımız üçün geyimlər seçmişəm. Onlardan göstərəcəm. Ekranlarımızı bəyənək, keçin bir-bir göstərin. Baxın, bu əlimdə gördüyünüz model, rəngi də çox qəşəng, göy rəng bir modeldir. Yaxından sizə göstərin. Baxın, buraları belə qəşəng qaş işləməlidir. Arxa hissəsi isə düz, sadə bir modeldir. Ölçülərimiz də var mağazamızda. Yəni sadə, düz, tam yəni əynində çox qəşəng oturan bir modeldir xanımlar. Ölçülərimiz də var. Ölçü cəhətdən, qiymət cəhətdən heç narahat olmayın. Mağazamızda müştərilərimizə hər zaman endirim olunur. Daha sonra o modelə, eyni o modelin qara rəngidir. Bu da xanımlar. Arxa hissəsi belə qəşəng sadə, ön hissəsi fərqli. Həm də belə parçasının yanlarından belə zərl işləmələri də gedir. Daha sonra digər göy rəng düz bir modelimiz. Yan hissəsində bu cür belə qəşəng qaş işləməsi var. Arxa hissəsi sadə, yəni sadə geyinməyi sevən xanımlarımız üçün ideal seçimdir məncə. Ekranlarımızı bəyənək. Ağ-qara, məndən itirək. Eyni modelin iki rəngini göstərəcəm. Həm ağ, həm qara rəngin. Yəni kilolu xanımlarımız üçün qarın hissəsini, mədə hissəsini itirən bir modeldir xanımlar. Baxın, yəni özünüz görürsünüz ki, necə gözəl, zərif, qaş işləməli bir modeldir. Arxa hissəsini də göstərim. Bu da eyni modelin ağ rəngidir. Mağazamızda iki rəngi ilə mövcuddur. Hələ ağ rəngi deyərdim ki, qaradan daha qəşəng görsənir, daha zövqlü görsənir. Yaxından göstərəcəm indi sizə ki, qaş işləmələri hər biri necə qəşəng səliqəli işləyib və heç biri də tökülmür. Yəni hamısı əl işləməsidir. Baxın, hətta dırnaqla yəni belə eləyirəm, heç bir də üstündən elə özünüz də görəcəksiniz ki, heç biri də baxın tökülmür. Çox qəşəng, keyfiyyətli modellərdir. Dediyim kimi qiymət yazmısınız, neçəyədir? Qiymətlə bağlı əlaqə nömrəmizə yazın. Daha sonra o modelə oxşar qara rəng bir geyim istəyirəm sizə, ziyafət geyimi göstərim xanımlar.
Baxın, bu da o modelə oxşar, sadəcə işləmələri fərqli olan digər, yəni belə qəşəng bir modelimizi göstərim. Üst hissəsi həm muncuq, həm də qaş işləmələrlədir. Arxa hissəsi də həmçinin, alt hissəsi isə belə sadə bir modelimizdir. Yəni əynində bu tip yəni modellər məncə kilolu xanımlar üçün idealdır. Çünki əynində çox qəşəng oturur. Artıq kilolardakı qarın nahiyəsində olan, nə bilim beldəsində də olan artıq kiloları da bildirmir, örtür hamısı. Daha sonra bu modelimizə oxşar belə bir modelimiz də var. Alt hissəsi belə düz sadə, üst hissəsində isə belə qəşəng, qaşlı, zərif, bir-birindən gözəl modellərimizdir. Ekranlarımızı bəyənək, yeni qoşulan izləyicilərimiz hər biri xoş gəlib. İstəyirəm indi biraz rəngli göstərim sizə xanımlar. Məncə qara geyimlərdən olduqca çox göstərdik. Rəngli geyimlərdən də göstərim. Baxın, əlimdə gördüyünüz model düz modeldir. Arxa hissəsi belə qəşəng sadə gül qurusu rəngindədir xanımlar. Yaxından göstərim. Üst hissəsi belə qəşəng qaş işləməli, qolu belə qəşəng türlü, çox zərif, əynində çox qəşəng oturan bir modeldir. Ölçülər də var, ölçü cəhətdən narahat olmayın. Arxadakı qaraya baxaq. Hansı qara? Bunu deyirsinizsə, bunu bayaq göstərmişdim. Yenə də göstərərəm sizin üçün. Daha sonra belə rəngli, qəşəng, açıq, buna toz pəmbəsi deyirlər də. Türkdündə bizim dilə bilmirəm nə deyirlər. Aha, belə açıq rəng qəşəng bir modelimiz var. Uzun bir modeldir. Parçası özündən zərlidir. Baxın, özündən qəşəng zərli, zərif bir parçası var. Aha, bel nahiyəsində baxın, yəni muncuq işləməli, həm küpür, həm muncuq işləməli. Fərqli bir bel nahiyəsi var. Qiymətlə bağlı əlaqə nömrəmizə yazın, ölçülərimizdəki var. Bu da digər, yəni eyni parçası özündən zərli, zərif bir modelimizdir. Bu model yəni xanımları qəşəng arıq göstərir, əynində qəşəng oturur. Sinir hissəsindəki tam yəni oturan bir modeldir. Ekranlarımızı bəyənək, zəhmət olmasa canlı yayımımızı paylaşaq. Sizin üçün indi arxadakı qaranı yenə göstərəcəm. Onu bayaq göstərmişdim. Aha, göstərirəm. Onu bayaq göstərmişdim, sizin üçün yenə göstərim. Baxın. Belə tutun, baxın. Arx hissəsi də belədir. Yan hissələri qəşəng bisel işləməli bir modeldir. Baxın, bisel işləməli. Həmçinin yanlarından da qəşəng sadə qara tülü gedir. Bu modelimizin də ölçüsü var. Əynində oturuşu çox qəşəngdir xanımlar. Yeni qoşulanlar hər biriniz xoş gəlmişsiniz. Ekranlarımızı bəyənək, canlı yayımımızı paylaşaq zəhmət olmazsa. Daha sonra mağazamızda iki rəngi ilə mövcud olan qaşlı, belə abartılı geyinməyə yaxın insan, oğul qız toyuna, bəli. Oğul qız, bacı, qardaş toyuna, yəni yaxın insanların toyuna geyinməyə geyim axtarırsınızsa, sizin üçün qəşəng iki dənə bir-birindən gözəl modellərimizi istəyirəm göstərim xanımlar. Baxın, istəyirəm tək-tək göstərim ki, həm bu rəngin, həm o rənginə rahatlıqla baxa biləsiniz. Üstü belə göstərim, həm qaş, həm də əl işləmələri. Bəli, hamısı əl işləməsidir. Üstü həm qaş, həm də bisel işləməli. Belə qəşəng, zərif bir modelimizdir. Daha sonra o modelində bu rəngi də var mağazamızda. Bənövşə rəngi ilə də mövcuddur. Bu model, bunun da eyni gördüyünüz kimi üstü həm qaş, həm də bisel işləməli. Gözlər bir-birindən gözəl, zərif bir modellərdir. Yəni bunlar da məsələn o birisilər nisbətən daha sadə idi. Amma bunlar da nə bilim oğul toyu olsun, qız toyu olsun, yaxın insanın toyuna rahatlıqla alıb geyinə bilərsiniz. Qiymətlərimiz də ki çox münasibdir xanımlar. Daha sonra böyük bədən belə bir açıq qəşəng su yaşılı rəngində zərif bir modelimizi göstərmək istəyirəm. Üst hissəsi də çıxır xanımlar. Yəni bunun üst hissəsi çıxır. Məsəl üçün bunu alıb başqa bir ziyafət geyimində üstündən uyğunlaşdırıb geyinə bilərsiniz. Aşağı hissəsi isə sadə bir modeldir. Ekranlarımızı bəyənək zəhmət olmasa. Keçin bu tərəfə. Qısalardan biraz göstəreyim. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Bir də zəhmət olması gözləyim, mən su içim gəlirəm. Siz canlı yayımımızdan çıxmayın. Ekranları bəyənin, su içim gəlirəm. Yeni gələn izləyicilərimiz hər biriniz xoş gəlmişsiniz. Ekranlarımızı bəyənək, 2 dəqiqə məni gözləyin gəlirəm. Siz buradan elə belə tutmuşam, baxın. Elə siz buradan geyimlərə, mən gələnə kimi baxın bir-bir geyim çeşidlərinə. Qısa da üstə kofta modellərimiz var. Yəni mən gələnə kimi baxın, hansını bəyənsəz yazın, gəlib oxuyacağam.
Hə, xanımlar, qayıtdım. Deməli, qeyd etmişdim ki, həm kofta modellərimiz var, həm də qısa model ziyafət geyimlərimiz mövcud mağazamızda. Uzunlardan göstərdim, bir xeyrisini göstərdim ki, modellərimizlə tanış olasınız. İndi istəyirəm qısa ziyafət geyimlərimizdən həm günlüyə, həm də ziyafətə geyinə biləcəyiniz fərqli geyimlərimizdən təqdim edim. Elə yadıma düşmüşkən də deyim ki, xanımlar, mağazamızda üst geyimlərimiz olsun, jilet modellərimiz olsun, hər biri endirimdədir. Yəni, məndən sizə məsləhət, bu nə emojilər? Məndən sizə məsləhət, yəni yayda gəlib alsaz üst geyimlərini qışa nisbətən daha endirimli qiymətə əldə edə bilərsiniz. Yəni, üst geyim çeşidlərimiz də çoxdur. İndi göstərim, alınsa mən sizə üst geyimlərindən də bir-bir göstərərəm. Bir də axşam saatlarında da canlı açırıq biz. Yəni, indi qoşula bilmirsinizsə, işdəsinizsə, rahat baxa bilmirsinizsə, axşam 4-5-dən 6-ya əsasən olur. Yəni, 5-dən 6-ya belə deyim. 5-dən 6-ya da canlı yayım açıram, qoşulub baxa bilərsiniz. Aha, keçim çox uzatmadan qısa modellərimizdən göstərməyə. Baxın, bu modelimiz. Həm ziyafətə, həm adı gününə qeyd etdiyim kimi, həm də gündəliyə, yəni alıb geyinə bilərsiniz. Üstü qəşəng bisel işləməli, böyük bədən ölçüdür. Ölçüləri isə baxın, əlimdə göstərdiyim model 54 ölçülü xanımlar. Yəni qısa modeldir, bayaqkılar uzun idi, bu da qısa modeldir. Əynində oturuşu da ki, çox qəşəngdir. Yeni gələnlər, hər biriniz xoş gəlmişsiniz. Ekranlarımızı bəyənək, zəhmət olmazsa. Daha sonra renkli geyinməyi sevən xanımlarımız üçün atlas parçadan mağazamıza yeni gələn, yeni kolleksiya olan renkli bir qısa don modelimizi istəyirəm sizə göstərib. Yaxın hissəsini görürsünüz necə qəşəng, zərif qaş işləmələrlə olan geyim modelimizdir. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın, mən sizə məlumat verim. Aha, bu modelle belində daha doğrusu öz parçasından zərif bir kəməri var. Yəni, əyində oturuşu çox qəşəngdir. Bilirsiniz ki, atlas parçalar, atlas model donlar əyində çox qəşəng oturur. Yəni, insanı zərif, incə göstərir. Yəni, bunlar qısa modeldir. Bayaq uzunları təqdim etmişdim sizə. Aha, daha sonra belə bir yeni gələn modelimizi istəyirəm göstərim. Leopard model bir paltardır. Yəni, bu da həm gündəliyə, həm ziyafətə rahatlıqla geyinə biləcəyiniz bir paltar modelidir. Bir hissəsində də qəşəng belə bir gül broşu var. Arxa hissəsi sadə, əyində çox qəşəng oturan. Uzunluğu da ki, o kalem etek deyirlər. Yəni, dizdən aşağı uzun bir modeldir. Ünvanımızı xatırladım, deməli. Ünvanımız Əhmədli metrosunda. Aha, elə mən deyirdim, siz də yazmışsınız. Ünvanımız Əhmədli metrosunda yerləşir xanımlar. Məzahir Rüstəmov 140 küçəsində. Əhmədli metrosundan Bakı kinoteatrın yolu ilə düz qalxırsınız. İrşad mağazası ilə Aza Şirniyyat evi ilə tam üzbəyüzdə yerləşir mağazamız. Yəni, taksi xidmətlərində də çıxır. Yəni, istəsəz bu nömrədə yazın, mən sizə konum şəklində də ata bilərəm. Yeni qoşulan izləyicilərimiz, hər biriniz xoş gəlmişsiniz. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Yəni, ünvana gələ bilmirsinizsə, rayonda yaşayırsınızsa, ünvan sizə uyğun deyilsə, qeyd edim ki, çatdırma xidmətimiz də var. Yəni, narahat olmayın, bəyəndiyiniz paltarı seçin, çəkin, atın, maraqlanın. Biz onu sizin üçün çatdırılma da edəcəyik. Yəni, çatdırılma da edəndə də xanımlar, Bakı şəhər daxilində məsəl üçün bir geyimi aparırıqsa, bir geyim daha doğrusu bəyənibsə müştərimiz, onun digər ölçülərində qoyuruq, ona oxşar 2-3 çeşiddə qoyuruq ki, yəni rahatlıqla seçim edə bilsin. Yəni bunu da bildirim ki, yəni bunu hər mağaza eləmir. Belə bir özəlliyimiz də var, xəbəriniz olsun. Aha, bu da atlas parçadan, atlas material, renkli olmağına baxmayaraq da bir o qədər sadə, zərif bir modelimizdir. Yaxın hissəsində də belə qəşəng bu cür qaş işləmələri də var xanımlar. Bu da böyük bədəndir, elə 52 razmerdir. Böyük bədən xanımlarımız rahatlıqla geyinə bilərlər. Daha sonra digər bir modelimizi göstəreyim. Bu da şifon material. Əynində qəşəng oturan, sadə. Belindən də baxın öz parçasından kəməri var. Ön hissəsi belə qəşəng qaş işləməli, çox qəşəng sadə bir modelimizdir. Bu da böyük bədən ölçülü xanımlar. Kofta modellərimizi görürsünüz arxada. Baxın. Həm köynək, həm də futbolka modellərimiz var. Belə tutum.
Yəni baxın belə xanımlar, yəni həm hansını görmək istəyirsinizsə, koftamı, köynək modelimi, yəni nəyi görmək istəyirsinizsə, burada şərh bölməsində yazın, mən sizə məlumat verim. Bəli var. Siz yazana kimi mən biraz fasilə verim, yoruldum, çox danışdım. Baxın nə görürsünüz, burada çeşidlərimiz çoxdur. Yenə də özünüzdə baxın, hansını bəyənsəz, hansını istəsəz, şərh bölməmizə yazın, mən məlumat verəcəm.